etiraz doğurub. İddialara görə şagird soyundurulub və onun video görüntüsü çəkilib. Sözü gedən hadisə valideynlərdə ciddi narahatlıq yaradıb. Sinifdə şagirdi soyunduraraq videoya çəkiblər. Sosial şəbəkələrdə yayılan iddialara əsasən hadisə bir neçə gün öncə baş verib. Biz də bu faktın qeydə alındığı 281 nömrəli məktəbə yollandıq. Xoşagəlməz hadisə bu məktəbdə qeydə alınıb. İddialara görə 7-ci sinif şagirdinə qarşı zoraki hərəkətlər edilib. Bu xəbər ictimaiyyətdə ciddi narazılıq yaradıb. Məktəbdə təhsil alan şagirdlər də yayılmış xəbəri təsdiqlədilər. Bildirdilər ki, hadisə oğlan uşağının başına gəlib. Başlayıb partantinə gəlib huşu gedib. Huşu gedəndən sonra dostlar da sinifdə soyundurublar. Elə videoza da çəkiblər. Dedilər ki, uşağa bıçaq çıxarıblar, qorxudublar oğlanlar. Elə də soyundurublar. Baş vermiş hadisəyə görə valideynlər də narahatdır. 7-ci sinif şagirdini oturtdurublar stula, oğlan uşağını və o uşağın əynindəki şalvarını üzr istəyirəm soyundurublar. O uşaq da hətta özümü öldürmək istəyirəm, özümü öldürəcəm deyib sözlər də işlərir. Və indi o hadisəni örtbasdır eləmək üçün uşağın adını dəli qoyublar. Xahiş edirəm bu işi mütləq araşdırsınlar ki, bizim bu məktəbdə uşaqlarımız oxuyur. Sabah bizim uşağımızın da başına gələr. Yəni bu məktəbdə çox şeylər baş verir və buna çox göz yumurlar. Məlumatım yoxdur. Yəni belə bir şey də olsa, yəni yaxşı bir hərəkət deyil, yəni deyə bilərəm. Uşağımızı yəni məktəbə qoyuruq ki, o da yaxşı təhsil versinlər. Məsələ ilə bağlı 281 nömrəli məktəbdən Xəzər xəbərə bildirildi ki, soyundurulduğu deyilən həmin 7-ci sinif şagirdi davranış qaydalarını mütəmadi olaraq pozur. Dərs prosesi zamanı aqressiv hərəkətlər edir. Sentyabrın 18-də tənəffüs vaxtı həmin sinifin şagirdləri davranış qaydalarını mütəmadi pozana qarşı təzyiq göstəriblər. Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb. Aidiyyatı qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır. Məktəb psixoloqu da şagirdlərlə müvafiq dəstəkləyici tədbirlər həyata keçirir. Bakı şəhəri üzrə təhsil idarəsindən isə qeyd edildi ki, onların psixoloqu məktəbdə sağlam psixoloji mühitin möhkəmləndirilməsinə dəstək üçün cəlb olunub. Fidan Əsədli, Namiq Hüsiyev, Xəzər xəbər.